Salam. Heç fikirləşmisinizmi ki, 100 ildən çox əvvəl yazılmış bir hekayə bugün bizim həyatımızla necə səsləşə bilər? Bax, bugün biz məhz belə bir hekayəyə baş vuracağıq. Bir tərəfdə ənənələr, digər tərəfdə müasirlik və ortada bir Paris xəyalı. Bu xəyal bir ailənin bütün həyatını alt-üst edir. Unutmayın, bu sadəcə köhnə bir əsərin təhlili deyil. Bu, elə bugün də bizim verdiyimiz seçimlər haqqındadır. Hekayəmiz, bax, bu sualla, bir sirlə başlayır. Gənc bir qız toyuna sayılı günlər qalıb, amma sevinmək əvəzinə göz yaşı tökür. Niyə? Yəni, bu göz yaşlarının arxasında nə var? Deyim sizə, bu sadəcə bir qızın kədəri deyil. Əslində bütöv bir dövrün, böyük bir toqquşmanın hekayəsidir. Gəlin birlikdə anlamağa çalışaq. Deməli, ilk olaraq gəlinin gizli göz yaşlarının səbəbini araşdıraq. Hər şeyin mərkəzində, bəli, gənc Şərəfnisə xanım dayanır. Onun bu kədəri əslində bütün bu böyük münaqişəni alovlandıran ilk qığılcımdır. Gözünüzün önünə gətirin 19-cu əsr Qarabağı. 16 yaşlı Şərəfnisə xanımın kənardan baxanda həyatı nağıl kimidir. Onu sevən bir ailəsi var, yaraşıqlı bir nişanlısı var, Şahbaz bəy. Yəni, bir gənc qız daha nə istəyə bilər ki? Amma bu mükəmməl tablonun arxasında nəsə bir narahatlıq var. Hətta öz anası Şəhrəbanu xanım belə onun dərdini anlamır. Qızına baxıb deyir ki, ay qızım, dərdin nədir? Atan sağ, anan sağ, gözəl göyçək, adaxlın da gözün qabağındadır. Ananın məntiqi ilə hər şey qaydasındadır. Amma bilirsiniz, ananın görmədiyi bir həqiqət var. Və bu həqiqət çox tezliklə bütün o ideal mənzərəni darmadağın edəcək. Və budur, sir açılır. Şərəfnisənin göz yaşlarının səbəbi nişanlısı Şahbaz bəyin verdiyi qərardır. Qərar isə budur, Parisə getmək. Özü də nə vaxt? Toylarına cəmi 10 gün qalmış. Təsəvvür edin, bu xəbər ailəyə necə təsir edir? Bu sadəcə bir səyahət planı deyil, bu bütün ənənələrə bir meydan oxumaqdır. Yaxşı, bəs Şahbaz bəy onu bu qərarı verməyə nə vadar edir? Gəlin indi də məsələyə onun gözü ilə baxaq. Qarabağdakı rahat həyatını, nişanlısını qoyub, niyə naməlum bir dünyaya, Parisə getmək istəyir? Baxın, burada əslində iki tamamilə fərqli gələcək planının toqquşmasını görürük. Bir tərəfdə ailənin planı var. Nədir bu plan? 20 günə möhtəşəm bir toy olsun, cütlük Qarabağda öz adət-ənənələri ilə yaşasın. Amma Şahbazın planı başqadır. O, fransız alim Monsieur Jordanla Parisə getmək, orada fransız dilini, mədəniyyətini öyrənmək istəyir. Yəni, bu sadəcə planların yox, iki fərqli dünyanın toqquşmasıdır. Və təbii ki, ananın Şəhrəbanu xanımın reaksiyası çox sərt olur. Onun bu məsələyə bütün münasibəti bəlkə də bu tək cümlədə ifadə olunur. Parisdə onun nə iti azıbdı? Bu sual əslində çox şey deyir. Onun üçün Paris elə-belə bir şəhər deyil, anlaşılmaz, yad, hətta biraz da qorxulu bir ideyadır. Bu dəyişiklikdən qorxan bütün bir nəslin fəryadıdır desək yanılmarıq. Və beləcə hekayənin bu hissəsinə gəlib çıxırıq. Ailənin müqaviməti. Əvvəlcə şəxsi bir problem kimi başlayan məsələ, ailənin anası Şəhrəbanu xanımın işə qarışması ilə böyüyür, əsl ailə münaqişəsinə çevrilir. Şəhrəbanu xanım vəziyyəti ələ alır və münaqişəni addım-addım daha da qızışdırır. Gəlin baxaq, o nə edir? Əvvəlcə gedir, Şahbazın özü ilə danışır, yola gətirməyə çalışır. Alınmır. Sonra Şahbazın Parisdən gətirəcəyi hədiyyə vədlərinə qulaq asmır. O da kömək etməyəndə hədəfi dəyişir. Bütün qəzəbini bu işin səbəbkarı gördüyü fransız qonaq Monsieur Jordana yönəldir, onu hədəliyir və axırda son kozurunu oynayır, ailənin böyüyü, sözü keçən Hatəmxan ağanı məsələyə cəlb edir. Və məhz bu nöqtədə hekayə tamam başqa bir səviyyəyə keçir. Artıq bu, sadəcə bir ailə davası deyil, əsl mədəniyyət mübahisəsidir. Köhnə ilə yeninin, ənənə ilə tərəqqinin böyük toqquşması başlayır. Deməli, bu böyük mübahisədə tərəflər kimlərdir? Bir qütbdə Hatəmxan ağa var. O, ənənələrin, köklərin, keçmişin səsidir. Digər qütbdə isə yeniliyə can atanlar, yəni modernistlər var. Bunlar da gənc Şahbaz bəy və onun ilham mənbəyi, fransız alim Monsieur Jordan. Hatəmxan ağanın mövqeyi çox aydın və birmənalıdır. O, Şahbaza deyir ki, sənə ağıl lazımdır bala, bir dil artıq bilməklə ağıl artmaz. Yəni, onun fikrincə, əsas məsələ hansısa yad bir dili öyrənmək deyil. Əsas məsələ insanın öz ağlıdır, öz tərbiyəsidir, öz dəyərlərinə sadiq qalmasıdır.
Və Xatəmxan ağanın bu dünya görüşü onun öz adətlərimizi Frenklərin adətləri ilə müqayisə etməsində çox aydın görünür. Deyir ki, biz həna qoyarıq, onlar yox. Biz başımızı qırxarıq, onlar saç saxlayır. Hətta yemək məsələsinə də toxunur. Bu müqayisələr ilk baxışdan bəlkə də sadə görünə bilər, amma əslində çox dərindir. O demək istəyir ki, bizim hər adətimizin bir mənası var və bizim həyat tərzimiz onlarınkından daha üstündür. Yaxşı, gəlin mübahisəni biraz da sadələşdirək. Xatəmxan ağa nə deyir? Deyir ki, əsl ağıl üçün Parisə getməyə ehtiyac yoxdur. Bizim öz adətlərimiz, öz dəyərlərimiz bizə bəsdir. Bəs Şahbaz nə deyir? O da deyir ki, yox, fransız dilini bilmək, Avropanı görmək insana hörmət gətirir, yeni imkanlar yaradır. Bu yerdə bir məqamı dəqiqləşdirmək çox vacibdir. Monsieur Jordan kimdir? O, Parisdən gəlmiş sıradan bir qonaq deyil. O, bir alimdir. O dövrün dili ilə desək, həkimi nəbatat, yəni botanik. Bu isə o deməkdir ki, onun sözünün bir çəkisi var. O elmlə danışır. Və Monsieur Jordan'ın cavabı demək olar ki, bütün mübahisənin gedişatını dəyişir. O, çox tutarlı bir arqument ortaya qoyur. Deyir ki, əgər mən Qarabağa gəlməsəydim, sizin bu gözəl yaylaqlarınızdakı bitkiləri kim tanıyacaqdı? Mən onlar haqqında yazıb bütün dünyaya car çəkəcəm. Yəni, o elmlə, faktlarla danışır. Sanki deyir ki, baxın, mən sizin öz sərvətinizi dünyaya tanıtmağa kömək edirəm. Bu, Xatəmxan ağanın bizim özümüzə bəs edərik fəlsəfəsinə çox güclü bir cavabdır. Və beləliklə, hekayənin sonuna yaxınlaşırıq. Ənənə, gələcəyə qarşı. Bu, əslində sadəcə bir ailənin hekayəsi deyil, elə deyilmi? Bu, bir mədəniyyətin, bir xalqın çox çətin bir seçim qarşısında qalmasıdır. Keçmişə sadiq qalmaq, yoxsa gələcəyə doğru addımlamaq? İndi sual sizədir. Sizcə bu dünyaların toqquşmasında kim haqlıdır? Köklərinə, təcrübəsinə güvənən Xatəmxan ağa, yoxsa qanad açıb yeni üfüqlərə uçmaq istəyən Şahbaz bəy? Cavab əminəm ki, heç də göründüyü qədər asan deyil. Bəlkə də əsərin əsl gücü və gözəlliyi də məhz bundadır. O bizə hazır bir cavab vermir ki, filankəs haqlıdır. Xeyr, bizi sadəcə o çətin yol ayrıcında tək qoyur. Bir tərəfdə mirasımız, keçmişimiz, köklərimiz var. Digər tərəfdə isə naməlum amma çox cəlbedici görünən gələcək, yeni üfüqlər. Və yekun olaraq bir anlıq düşünək. Bu hekayə 19-cu əsrdə yazılıb. Amma elə bil bu günün sualını verir. Qloballaşma, milli kimliyimizi necə qorumalıyıq, inkişaf üçün nələri qurban verməliyik? Bu suallar bugün də bizim üçün, 21-ci əsrdə də çox aktualdır və hələ də öz cavabını axtarır.